Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən birinci blok imtahanlarına qeydiyyat aktiv edilmişdi. Qeydiyyat 16-29 aprel tarixləri ərzində həyata keçiriləcək. İndi sizə necə qeyddən keçmək lazım olduğunu göstərəcəm. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada axtarış yerinə Dimqovaz yazırıq və daha sonra ekrana çıxan birinci hissəyə daxil oluruq. Görürsünüz burada bakalavriat 1-ci, 4-cü qruplar. Bunun üzərindən vururuq və burada bizdən sağ küncdə görürsünüz şəxs kabinetinin istifadəçi və parol yazır. Ora daxil olmaq lazımdır və biz bura daxil oluruq və burada bizdən istifadəçi soruşur. İstifadəçi adı sizin fin kodunuzdur. Siz şəxs kabineti yaradan zaman bilirsiniz ki, vəsiqənizdə fin koddan istifadə etmişdiniz. İndi mən sizə göstərim ki, köhnə və yeni vəsiqələrdə fin kod hansıdır? Köhnə şəxsiyyət vəsiqələrində fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış, xüsusi işarələnmiş 7 rəqəmli simvoldur və ən son təqdim olunan şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvollardır. Və indi biz müvafiq olaraq bu fin kodumuzu uyğun xanaya daxil edək. Və indi biz fin kodumuzu müvafiq xanaya daxil edərək davam et düyməsini sıxırıq. Daha sonra bizdən parol soruşur. Parol siz şəxs kabineti yaradan zaman təyin etdiyiniz parolüdür. Həmin parolü artıq biz bura daxil edirik və daha sonra daxil düyməsini sıxırıq. Və indi ekranda görürsünüz artıq abituriyentin elektron ərizəsi çıxır və burada ixtisas qrupunun üzərindən vuraraq siz seçirsiniz hansı qrup istəyirsinizsə həmin qrupu seçirsiniz. Namizəd 3-cü qrupun DT, yəni dil ədəbiyyat alt qrupunu seçir, dil tarix və biz bu qrupu seçirik və təbii ki, hansı qrupu seçsəz onu seçirsiniz. Əgər hər iki həm DT həm TD seçsəz 11-ci siniflərə 30 manat, məzunlara 80 manat ödəniş tələb edilir. İndi biz əvvəlki il məzun olduğumuza görə bizdən ərizəni təsdiq et düyməsini sıxanda 50 manat ödəniş tələb edəcək. Təbii ki, bu balansımızda indi pul yox deyən təsdiq olunmur. Balansımızı e-manat, MPay terminal vasitəsilə, bir də ki, bir bank vasitəsilə də artıraraq ərizəmizi təsdiq edə bilərik. Mən Vüsət Əzizov YouTube kanalında da bu videolarda burada shorts video paylaşmışam. Burada həm MPay ödəniş terminalı vasitəsilə, həm də ki bir bank vasitəsilə ödəniş eləməyi göstərmişəm. İndi videoda mən MPay göstərəcəm, amma buradan daxil olaraq da YouTube kanalından digər ödəniş vasitələrinə də baxa bilərsiniz. Dövlət İmtahan Mərkəzinin şəxs kabinetinin balansına pul vurmağı göstərəcəm. MPay ödəniş terminalına daxil olursunuz və orada ekranda irəli düyməsini sıxaraq təhsil xidmətləri xanasına daxil olursunuz. Daha sonra Dövlət İmtahan Mərkəzinin loqosunu üzərinə vuraraq fin kodunuzu daxil etməklə ödəniş edə bilərsiniz. Köhnə şəxsiyyət vəsiqələrində fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış, xüsusi işarələnmiş 7 rəqəmli simvoldur və ən son təqdim olunan şəxsiyyət vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvollardır. Və indi biz müvafiq olaraq bu fin kodumuzu uyğun xanaya daxil edək. Fin kodumuzu müvafiq xanaya uyğun şəkildə daxil edirik və fin kod daxil etdikdən sonra ekrana şəxsin adı, soyadı, ata çıxacaq və həmin şəxs siz olduğunuza və yaxud da ki, kimin kabineti pul vurmaq istəyirsinizsə, həmin şəxs olduqdan sonra irəli düyməsini sıxırsınız və yenə irəli düyməsini sıxaraq siz artıq tələb olunan pulu vurursunuz. İndi biz 50 manatı müvafiq olaraq aparata daxil edirik və daha sonra belə düyməsini sıxmaqla biz ödənişimizi etmiş olacaq. Və artıq biz ödənişimizi etdik. Ekranda balans göstərir 50 manat, bir də düyməsini sıxırıq və ekranda qəbzi çap et düyməsini sıxmaqla biz qəbzi əldə edirik. Yəni ki, artıq bizim balansımıza 50 manat köçmüş olacaq. Bu şəkildə siz şəxs kabinetinin balansını artıra bilərsiniz. Qəbzdə yenə pul ödənilən şəxsin fin kodu qeyd olunacaq. Və xatırladım ki, siz kabinetin balansını artıranda bəzən valideynlər bilmədən öz şəxsi kabinetinə pul verirlər, yəni öz vəsiqəsinə ödəniş edirlər. Xeyr. Hansı şəxsin balansına pul vurmalıdırsa, həmin şəxsin fin kodu mütləq qeyd olunmalıdır. Və biz artıq balansımıza 50 manat ödəniş edəndən sonra bizim balansımızda 50 manat olduğu görsənir və biz ərizəni razıyam təsdiq et düyməsini vuraraq ərizəmizi təsdiq edə bilərik. Və indi biz ərizəni razıyam təsdiq et düyməsini sıxaq. Və ekranda belə bir yazı gəlir. Bunu 5 ulduz vura bilərsiniz. Yəni istəyə uyğun olaraq seçirsiniz və indi biz 5 ulduz vuraraq göndər düyməsini sıxırıq və artıq bizim ərizəmiz təsdiq olunmuş olur və görürsünüz artıq biz 5 saniyə gözləyirik və daha sonra bizim ərizəmiz təsdiq olunur. Aşağıda görürsünüz yazıb məlumat təsdiq olundu. Ərizəmizin təsdiq olunduğuna baxa bilərik. Yaxud da ki, yuxarıda sağ küncdə görürsünüz yazıb elektron ərizəni çap et. Bunu Chrome-la daxil olun. iPhone-da Safari-də açmır. Chrome-la daxil olub orada ərizəni çap et üzərindən vuranda belə bir hissə açılır ki, yəni biz artıq ərizəmizi təsdiq etmişik və burada görürsünüz qrupumuzda qeyd olunmuşdur.
və bunu çap etməyə ehtiyac yoxdur. Bu sadəcə sizin blok imtahana gedəcəyinizi göstərir. Yəni bunu bloka aparmırsınız. Siz artıq bilirsiniz blok imtahanları müvafiq olaraq birinci qruplar üçün, 4-cü qrup və digər qruplar üzrə ekrana tarixlər göstərir. Həmin bu imtahana gedəndə ən az imtahana 5-7 gün qalmış Dövlət İmtahan Mərkəzi tərəfindən imtahana buraxılış vərəqəsi DİMQOVA saytına yerləşdirəcək. Siz imtahana gedəndə onu çıxardıb aparacaqsınız. Yəni bu bayaq göstərdiyim elektron ərizəni çap etməyə ehtiyac yoxdur. Siz də bu şəkildə öz ərizənizi təsdiq edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.